Salam dəyərli izləyicilər. Mən eşitmə cihazları üzrə mütəxəssis Samir Bağırlı. Bu gün də elə bir mövzu haqqında danışacağam ki, çox adam bu haqqda eşidəndə təəccüblənir. Elə sən də təəccüblənəcəksən. Əslində eşidən qulaq yox, beyindir. Yəni qulaq sadəcə səsi toplayan bir mikrofon kimidir. Amma nitqi tanıyan, sözləri ayıran və mənanı anlayan bunlar hamısı beynin işidir. Bəs niyə çoxları səs gəlir amma ayırd edə bilmirəm, qulaqda küy var və ya çox adam danışanda səslər gəlir, onları başa düşə bilmirəm deyir. Bu videonu sona qədər izləsəz, biləcəksiniz ki, niyə çox adam səs gəlir amma ayırd edə bilmir, sözlər ona küy kimi çatır və eşitmə cihazları beyinə necə kömək edir, bu haqda ətraflı danışacağam. İlk öncə onu bilməliyik ki, qulaq yalnız səsi kəllə daxilinə ötürür. Səsi elektrik siqnalına çevirən daxili qulaq olsa da, amma səsin hardan gəldiyini, fon səsinin az və ya çox olması, danışılanların anlaması, bunların hamısı beynin işidir. Yəni bu sualların heç birini qulaq cavablandırmır. Yəni səsin tanınması, istiqamətin müəyyən olunması hamısı beynin elektrokimyəvi analizinin nəticəsidir. Bəs niyə belə olur? Qulaq səsi eşidir, amma beyin onu emal edə bilmir. Nitqi ayırd etmə bacarığı beynin sürətindən və sinir yollarının sağlamlığından asılıdır. Beyində isə nitqin işlənmə prosesi bu hallarda zəifləyə bilər. Əsəb, təzyiq, stres, vurulan güclü antibiotiklər və ya uzun müddət eşitmə cihazı taxmayan, eşitmə zəifliyi olan pasientlərdə. Bu səbəbdən isə insan səsi eşidir, amma beyin mənanı ayırd eləyə bilmir. Belə olan halda isə beyin daha çox enerji sərf edir. İnsan səsi ayırd edə bilməyəndə beyin sanki tüstü verən bir motor kimi işləyir. Buna isə tibbdə listening fatigue, yəni eşitmə yorğunluğu deyilir. Əlamətləri isə bunlardır. Gün sonunda yorğun olmaq, tez əsəbləşmək, çoxlu adam olan mühitdə danışmaq istəməmək və gün sonunda baş ağrısı. Bunlar isə eşitmə probleminin emosionallığı yox, beyin yorğunluğunun göstəricisidir. Bəs yaxşı, gəlin görək eşitmə cihazları beyinə necə kömək edir? İnsanların çoxu elə bilir ki, eşitmə cihazı yalnız qulağı gücləndirir. Xeyr, bu heç də elə deyil. Müasir eşitmə cihazlarının məqsədi beyinə daha təmiz və işlənə bilən səsi göndərməkdir. Yəni cihaz fon səsini tanıyır, nitqi ayırd eləyir, mühiti tanıyır və istiqamətləri ayırır. Belə olan halda isə beyin daha az enerji sərf edir. Beyin səsin analizinə nə qədər az enerji sərf etsə, nitqi bir o qədər daha yaxşı ayırır. Məhz elə buna görə də premium segment eşitmə cihazı istifadə edənlər deyir ki, fon səsi nitq səsindən ayrılır, beynim daha az yorulur, səsləri daha səlis və aydın eşidirəm. Burada diqqət olunması məqamlardan biri isə adaptasiya müddətinin 90 gün çəkməsidir. Yəni beyin yeni səslərə 90 gün ərzində adaptasiya olur. Və çox hallarda ilk dəfə cihaz taxan pasientlər, yəni ilk gün cihaz istifadə edənlər səslərdə qəribəlik hiss eləyir. Bu normal haldır. Çünki beyin illərlə bulanıq səsə öyrəşib. İndi isə səs daha aydın və saf gəlir. Amma 3 aydan sonra nitq ayırd etməsi yüksəlir, səs tənzimlənməsi normal gəlir, həyat keyfiyyəti artır. Bu da o deməkdir ki, beyin tənbəl deyil. Sadəcə uyğunlaşmağa vaxt istəyir. Bəs yaxşı, gəlin görək uşaqlarda niyə bu proses daha sürətlə gedir? Uşaqlarda beyin daha elastik olduğu üçün səsə adaptasiya müddəti daha az olur. Böyüklərdə isə elastiklik daha az olduğuna görə bu proses uzanır. Bu normal bir haldır, heç də narahat olmağa dəyməz. Videonu bağlamadan öncə isə əsas mesajı vermək istəyirəm. Əslində eşidən qulaq yox, beyindir. Və bizim işimiz qulağa cihaz taxmaq yox, beyni dəstəkləməkdir. Əgər siz də eşidirəm, amma ayırd edə bilmirəm, səs gəlir, amma onları küy kimi başa düşürəm deyirsinizsə, bu çox ciddi bir mövzudur. Vaxtında müayinələr, testlər, düzgün cihaz seçimi və 3 aylıq adaptasiya həyat keyfiyyətinizi yaxşılaşdıra bilər. Bu mövzuda sizə yaxından kömək edə bilərəm. Əgər sizin də sualınız varsa, şərh bölməsində suallarınızı mənə ünvanlamağı, videonu like etməyi və kanala abunə olmağı unutmayın. Mən Samir, eşitmə cihazları üzrə mütəxəssis. Gələn videolarda görüşərik.